Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Biz imanın usul əsilləri kitabını davam edirik. Allah'ı tanımaq, ona iman etmək bölümündə Əbu Musa Əş'ari radiyallahu anhudan gələn hədisdə demiştir ki, Allah Resulü sallallahu aleyhi və səlləm demiştir. Cənnətəni min zəhəbin əniyyətuhumə və mə fihimə. İki cənnət qızıldandır, onun qabları və orada olanlar. Qabları da cənnət qızıldandır, qabları da və içində olanlardır. İki cənnət də gümüşdəndir, onun qabları da və onun içində olanlardır. Gümüşdəndir. Demək, qövmün arasında öz Rəblərinə baxmaq arasında, yəni qövmlə Rəblərinə baxmaq arasında ki, məsafə nədir? Ridəul kibriyə alə vəcihihi fi cənnəti adın. Cənnət, adın cənnətində Allah Subhanahu taalanın üzünə baxmaq, o rida nədir? Bizim başa düşdüyümüz formada insan üstdən geyindiyi bir şey var. Bir də insanlara görə də altdan geyindiyi bir şey var. Allah Subhanahu taalanın da kibriyası var, əzəməti var. Həmin o kibriya ridarıdır onun mənasında. O qədər məsafədə, yəni ki, olan qövmdən Allah'a görmək məsafəsi bu qədər olacaqdır. Adın cənnətində. Hədis Buxaridədir. Bu hədisdə nə vardır? Bu hədisdə nəyin bəyanı var? Cənnətlərin çox olmasından. Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə iki cənnətin qızıldan, onun qablarının və içində olanları bildirir. İki cənnətin də gümüşdən, onun qablarını və içində olanları bildirir. Birinci iki cənnət, o birisi iki cənnətdən qədircə yuxarıdadır. Qədircə yuxarıdadır. Bu da ona dəlalət edir. Allah Subhanahu taalanın sözü buna dəlalət edir. وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ cənnətən. Kim Rəbbi ilə görüşməkdən qorxarsa da onun üçün iki cənnət var. Onun dünyada əmrlərini yerinə yetirir, qadağanlarını çəkinir, həmin gün üçün hazırlanır. Onun üçün iki cənnət var. Buradakı birinci iki cənnəti, onun vəsfi ki var, hansı zümrət üçün olacaq, hansı toplum üçün olacaq, seçilmiş bir toplum üçün olacaqdır. Və ondan sonraki gələn cənnət isə وَمِنْ دُونِهِمَا cənnətən. Yəni bu iki qızıl cənnətdən də savayı aşağı bir iki cənnət vardır. Allah Subhanahu taala onu da başqa bir toplum üçün hazırlamışdır. Həmçinin Ən-Nəbi sallallahu aleyhi ve sellem'ə sabit olmuşdur ki, cənnətə daxil olmaq Allah Taala'nın fəziləti və rəhməti ilə olacaq. Yəni sırf Allah Taala'nın rəhməti və fəziləti ilə olacaqdır. Orada insanların, həmin qövmlərin mənzilləri və orada olan firavan yaşamasının bölünməsi onların salih əməllərindən bağlıdır. Yəni, hamı cənnətə, müsəlmanlardan cənnətə girəndə kimisi qızıldan olan cənnətə daxil olacaq, qabları və onun içində olanlar, kimisi gümüşdən olanlar. Yəni, bura daxil olmaq Allahın fəziləti və rəhməti ilədir. Sadəcə orada insanların mənzilləri, dərəcələri və onların hansı neymət içində yaşayacaqlar, bu salih əməllərinə bağlı olacaqdır. Nə qədər çox salih əməlim varsa, buna bağlı olacaq. Yəni, orada aşağı bir şey yoxdur. Lakin, onun əhli öz dərəcələrində bir-birlərindən fərqlənəcəklər. Yəni, əməllərindən, etdikləri əməllərindən. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, həqiqətən cənnət əhli cənnətdə bir-birlərinə baxacaqlar. Bir-birlərinə baxacaqlar. Necə ki, məşriqdəki və yaxud da ki, məğribdəki o böyük ulduz bir-birlərindən fərqli fəzilətlidir onun kimi. Məsəl üçün, yuxarıda olan aşağıda olanı görə bilir. Aşağıda olan yuxarıda olanı görə bilmir. Yəni, fəzilətləri eləcədir. Məşriqdə də, məğribdə də ulduzlar var. Yəni, Qabir, yəni hündürdə olan bir o ulduzu məşriqdə və yaxud da məğribdə olan bir-birlərindən nədir? Fəzilətdir. Yəni insan həmin ulduzlar bir-birindən fərqli. Məsələn, günəş də ulduzdur da. Düzdürmü? Günəş də ulduzdur. Amma yerə yaxın olan ulduzdur. O
onlar da bir-birlərindən fərqləndikləri kimi, elə də insanlar bir-birlərindən cənnətdə bir-birlərinə baxacaqlar, görəcəklər. Yəni əməllərindən fəzilətlənəcəklər. Mənzillərindən onlara bölünən mənzillər, dərəcələri onların əməllərinə görə olacaqdır. Cənnetin ən uca yeri də Firdevsi cənnətidir. Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, Allahdan cənnət istədikdə Firdevsi cənnətini istəyin. O deyir, cənnətin ən yüksəyi və ortasıdır. Oradan cənnət çayları çıxır, onun tavanı da Rəhmanın arşıdır. Yaxşı, sual çıxır buradakı, burada hədis tamamlandı burada. Allah Teala'dan yəni istəyirəm ki, sizləri də, bizləri də bu Firdevsi cənnətlərinə daxil eləsin. Demək, burada bir sual çıxır. Bu necə ola bilər ki, Firdevsi cənnəti həm ən uca cənnətdir, həm də ortada olan cənnətdir? Nətər olur? O nətərdir? Bu formadadır. Böyle Lord'un da başlasa piramida formasında. Həm ucadır, həm də ortaya düşür. Üçbucaq kimi ilə qalxanda. Bəli, yəni həm cənnətin a'lal cənnət, cənnətin ən uca yeridir, həm də cənnətin ortasıdır. Barakallahu fikum. Gələn səfər